bu mesajımı oxuyurlar da, ən azından yazsınlar. Bura yaza bilmirlər. Mən sizin hamınızdan dönə-dönə üzr istəyirəm. Buradan da eşidəcəyiniz biədəb sözlərə görə bunu mən olduğu kimi sizə təqdim edəcəyəm. Baxın, siyasətçi o vəziyyətdə olan bir millətin, dövlətin məktəbinin direktoru da bu vəziyyətdə. Təhsili bu vəziyyətdə. Görün, bu millət nə qədər ağır durumdadır, yenə də ləyaqətini sizinki kimi qoruyub saxlayan yüz minlərlə bizim baz qardaşımız var ki, mübarizənin içində davam edilən mübarizələrini azad olmaq istəyirlər. Bəri başdan üzr istəyirəm, baxın, deməli, Mingəçevir şəhər 18 nömrə məktəbinin direktoru qadındır buna. Qadın deməm mümkünsə, görün necə danışır. İnsanlar şəxsimə yazsınlar ki, ay Kəmalə, 150 say qadan alım, imkanım yoxdur, ona görə göndərə bilməm. Mən də adı Kəmalədir. Mən burada Mingəçevirlərdən istəyirəm yazsınlar bura. Bu qadın hələ də vəzifəsindədir, yoxsa yox? Kəmalə, 18 nömrəli məktəbin direktoru. Ən azından bilim ki, bunlar göndərmirlər. Yoxsa bunlar məni heç belə qozlarına da almırlar. Da deyəcəm, da utanmaqdan keçibdir. Bu danışan qadındır. Bu danışan məktəb direktorudur. Eşidirsiniz, üzr istəyirəm hamınızdan. Bu danışan məktəb direktorudur. Bu uşaq, bu qadın bizim balalarımıza təlim və tərbiyə verir. Bilməm, mən də ən azından bilim ki, bunlar göndərmirlər. Yoxsa bunlar məni heç belə qozlarına da almırlar. Da deyəcəm, da utanmaqdan keçibdir. Vermirsən, səsini çıxart. Denən ki, vermirəm. Həm də ki, bir o biri valideynlə. Vermirsiniz, bildirin ki, deyin ki, mən vermirəm. Mən də işimi bilib. İndən sonra elə eləməyəcəm. Bilirsən, nə varacam? Heç kim məndən inciməsin. Bu sözü mən burada bugün deyirəm, burada da bağlayıram. Qozunuzu almırsınız ki, mən sizi dünəndən almıram. O qozunu almayan valideynləri bu qrupdan çıxardacağım. Vəssalam. Mənə 10 dənə valideyn bəsdir. Daha bəsdir bura qədər. Mən sizin nazınızdan çox oynadım. Sizin dalınızdan çox düşdüm. Pul vermədiniz, qapınızdan gəldim, götürdüm. Kart attınız, mən getdim kartdan pul çıxartmağa. Niyə? Hammalınızdan belə pisinizə də gəlməsin. Dədənizə borcum var. Nəyə görə mən kartıma atırsınız? Zəhmət çəkin, alın yoldaşlarınızdan, uşağımdan göndərin. Uşağımdan göndərin. Uşağımdan göndərin. Eşidirsiniz? Uşağına göndərin. Bu, yuxarıdan verilən təlimatdır. Bu, siyonist təbliğatıdır bu. Bu təlimat siyonistin təlimatıdır. Uşağı qoşmalısan bu əxlaqsız prosesə. Uşağı uşaqlığından körlamalısan. Ona görə deyir ki, ver uşağı gətirsin. Fikir verin siz. Uşağımdan göndərin. Çox düşdüm. Həqiqətən də verirsiniz, verməyin, vermirsiniz də özünüz bilərsiniz. Sadəcə xəbərdarlıq edin ki, mən vermirəm, biz də işimizi bilək. Yığan valideynlərdə 5 manat, 10 manat göndərərdik. Eşidirsiniz? Mingəçevirlilər, bu qadın hələ də vəzifədədir, yoxsa yox? 18 nömrə məktəbin direktoru Kəmalə. Dostlar, siyasətçi o vəziyyətdə sayıqlayan millətin məktəb direktoru da belə əxlaqsız qadın olmağı başqa mümkün deyil ki. Siyasətçi bu millətin budur. İsrail ki, hərəkət atıb, can, İran dağılır, İran parçalanır, Cənubi Azərbaycan verin bizə. Adam qanmır, başa düşmür ki, İsrail ya Amerika bir başqası fərq eləməz. Milyardlarla pul qoyub bir şey ovluyursa, o sənə nə verməlidir? Adam sevinir. Adam Təbrizin bombasına sevinir, bunun jurnalisti sevinir. Bu göz aləmində fikir verin, bu İran rejimin əleyhinə danışır. İran rejimin əleyhinə məndən çox heç bir danışmıyordü efirlərdə. Və məndən çox təhdid alan da olmuyor İran tərəfdən. Mənim əleyhimə bunların apardığı iş qədər heç kəs aynı işə varmayıblar. Amma adam durub bugün məhz bu məqamda, İsrailin bomba tökdüyü bir məqamda İranın əleyhinə danışır. Güya bu İran rejimi ilə bağlı danışır. Əslində niyyət tamam başqa şeydir. Niyyət xalqın şuuru altına İsrail hücumunun haqlı olduğunu sübut eləməkdir. Onu yeritməkdir. Dostlar, bu siyasət deyil. Bu siyasətin qızdırma xəstəliyidir. Sayıqlamadır, yəni sayıqlayırlar.
Biz buna imkan verməməliyik. Biz xalqımıza yeri düşdüysə izah eləməliyik. Başa salmalıyıq ki, ay kişilər, bu danışan adamların siyasətə, dövlət idarəsinə heç bir aidiyatçılığı yoxdur. Bunları təmizləmək lazımdır. Siyasi mühitdən, müstəvidən bunları təmizləmək lazımdır ki, xalq normal düşünməyi, normal qiymətləndirməyi və normal qərar qəbul etməyi özü müstəqil olaraq öyrənsin, başa düşsün. İmkan vermirik ki. İmkan vermirlər. Gecə gündüz çalışırlar. Son vaxtda bizim kanalla bağlı Azərbaycan hakimiyyəti xüsusi o filtrasiya deyirlər, filtr qoyurlar, nə edirlər. Mən amma son fürsətə qədər, son ana qədər haqq bildiklərimi buradan deyəcəyəm, dilə gətirəcəm. Kimi xoşuna gələcəyini özü bilər. Mən burada kimsə xoşuna gəlmək üçün deyiləm. Mən burada yaxşı oğlan olmaq, yaxşı kişi obrazını yaratmaq üçün deyiləm. Mən haqqı deməkdə mükəlləfim. Haqqı deyirəm, haqq bildiyimi deyirəm. Səhv deyirəmsə mənim cəzamı Allah verəcək. Dostlar, normal cəmiyyətdə necə olmalıydı? Normal cəmiyyətdə bu məktəbin direktoru kimi, əxlası yüksək qadı kimi danışan ki, bu Kəmala var. Bunu dərhal publik qaydada dövlət başçısı ya nazir ən azı elə formada cəzalandırırlar ki, çıxadırlar onu tribuniya, səsi qoyurlar, bu sən sənə, tız sənin alçaq tərbiyəsizdir. Utanmırsan sən, sənin müəllim çıxmadan, direktor, sənin pedaqogikaya yaxın qoymaq olmaz və onun əmrlə müəllim peşəsinə layiq olmadığına görə, müəllim peşəsi ilə bir araya sığmayan hərəkətlər etdiyinə görə işdən qovmaq lazımdır, qovulur işdən. Və bütün məktəblərə o əmri yayırlar. Bütün televiziyalarda bu hadisə şərh olunur. Mütəxəssislər çıxırlar, danışırlar, deyirlər, o məktəbin valideynləri, uşaqları bütün qalan məktəblərə dərs olsun deyə. Amma nə baş verir? Azərbaycanda belə əxlaqsız müəllimlər mükafatlandırılır Mehriban tərəfindən, İlham tərəfindən. Necə ki, Tərtər cinayətini törədən generalları ki, İlham Əliyev mükafatlandırır ha. Və baxın, Tərtər cinayətində iştirak edənlər hamısı İlham Əliyev müdafiə edir və mükafatlandırır. Sonuncu Elgün Əliyev 2018-ci nömrə hərbi hissədə bilavasitə iştirak edib, Adil Sabiroğlu'nun ölümündə adamın iştirakı var, işgəncə prosesində. Adamı general verdilər, general mayor rütbəsi verdilər. Və xidməti boyu, o gün sizə göstərdim, hərbi xidmət keçmə haqqında əsasnamanın 42-ci maddəsinə əsasən bir əskər, bir zabit xidməti boyu yalnız bir dəfə növbədən kənar mükafatlandırıla bilər rütbə ilə. Bu Elgün Əliyev mənə dedilər ki, bugün səhər 4 dəfə növbədən kənar rütbəsi qaldırdı. Görürsən, kimdir bunun aşıqı, məşuqu? Başa düşsə nə deyirəm? Bu kimlə bu aşıq məşuqdur ki, onu belə irəliyə verirlər. Qanunsuzlar, hamı bilir. Xalqın gözü qabağında qanunsuz qərarlar qəbul olunur. Xalq belə baxır. Təbii ki, xalqı qınamaq olmur. Niyə? Çünki bu barədə siyasətdə danışmalıdır. Siyasətlər durub öddətdən danışmaq əvəzinə İsrailə itdi köpəkli eləməklə məşğuldurlar. Aymin yesə verirlər. O qadın hələ də direktordur mu? Məsələn, o məktəbin nə qədər şagirdi var, onların bütün valideynləri, əgər hələ də o qadın orada oturubsa, sabah saat tezdən, saat 10-da əl-ələ verib, uşaqlı, ailələri tökülməlidirlər o maarif şöbəsinin qabağına, icra hakimiyyətinin qabağına ki, istefa, Kəmaliyyə istefa. Belə əxlaqsız murdar qadına biz uşaqlarımızı tapışa bilmərik. Yəni, siz baxın, görün, bu tip qadının direktor olduğu məktəblərdə 9-cu, 10-cu sinif qızlarının vəziyyəti necədir? Sizdə nə hal olarlar? Sizin xəbəriniz varmı ki, Azərbaycanda son vaxtlar 9-10-cu sinif qız uşaqlarının arasında nə qədər abort edən var? Siz məktəblərinizdə əxlaqsızlığın yayılmasından xəbəriniz var yoxsa yox? Bütün bunlar hamısı dövlət siyasətidir. Və bu siyasəti Azərbaycanda yeritdən də İsrail sionistlərdir. İlham Əliyev onların əlindədir. Onun İlhamın əli ilə Azərbaycana məhv edirlər. Sən hara baxırsan, biz nə qədər gözləməliyik?
Biz nə qədər gözləməliyik ki, ayrı anlayaq ki, belə yaşamaq olmaz, bu bizim axırımıza sıxır.